Baxın, 28 iyul 1996-cı il Naxçıvan şəhəri adi bir yay səhəridir. Yəni, bir insan hamamda durub üzünü yuyur. Krandan axan su da, necə deyərlər, elə otaq temperaturundadır. Çox təsadüfi, çox sıradan bir mənzərədir də, elə deyilmi? Tamamilə sıradan görünür, bəli. Amma qəfildən o insan heç bir yerdən gəlməyən, lakin eyni zamanda sanki hər yerdə olan bir səs eşidir. Daha doğrusu konkret bir əmr eşidir. Paklan. Doğrudan da heyrətəmiz başlanğıçdır. Hə, özü də bu hadisə hansısa dağ başında, uzaq əl çatmaz bir məbəddə yox, məhz adi bir mənzildə krandan gələn suyun altında baş verir və yəni həmin andan etibarən kainatın işləmə mexanizmini izah edən bir növ kosmik təlimat kitabçası ona diktə edilir. Elədir. Dərinliklərə səyahətimizə xoş gəlmisiniz. Bugün biz sizinlə birlikdə çox qeyri-adi bir material incələyəcəyik. Adətən kosmos, mənəviyyat barədə qəliz kitablarda oxumağı öyrəşmişik, amma bugün təhlil etdiyimiz paklanma.pdf adlı mənbə bütün o miqyaslı konsepsiyaları, belə deyək, gətirib birbaşa bizim səhər rutininizin içinə qoyur. Və bu sənədin ən maraqlı tərəfi də elə budur məncə. Yəni o fəlsəfə ilə gündəlik həyatı o qədər sıx birləşdirir ki, aradakı o sərhəd tamam itir. Dəqiq. Biz bu mətnə sadəcə növbəti dini və ya mənəvi bir ehkam kimi baxa bilmərik. Mənbəni oxuduqca fərqinə varırsan ki, müəllif fiziki təmizliyi çox böyük, nəhəng bir kosmik vəhdət prosesinə bağlayır. Yəni sadəcə bədəndəki tozu yumaqdan getmir də söhbət. Qətiyyən. Əsas hədəf ruhun o ağ işığa, yəni yaranış anına, böyük yaradana qayıdışıdır. İnsanın kainatla və ən əsası hər gün bədənimizə dəyən o suyla olan gizli əlaqəsinin xəritəsidir bu mətin. Elə o sudan başlayaq, çünki sənətdə məni ən çox düşündürən şey o suyun istifadəsi ilə bağlı xüsusi qadağadır. Dönə-dönə vurğulanır ki, su qızdırılmamalıdır. Aha, isti su olmaz. Hə, bizim o öyrəşdiyimiz isti hamam suyu bu məqsəd üçün qəti yol verilməzdi. Su yalnız otaq temperaturunda olmalıdır. Sual yaranır ki, məqsəd fiziki təmizlikdirsə, isti su kiri daha yaxşı aparır axı. Deməli, burada başqa bir məsələ var. Məhz o incəlik mətnin əsas fəlsəfəsi də onsuz da. Mənbə qeyd edir ki, paklanmaq əbədiyyətdir, təlatümsüz və ağırsızdır. Təlatümsüz. Bəli. Suyu, yəni süni şəkildə qızdırmaq, onun enerjisinə müdaxilə etməkdir. Onun içində süni bir təlatüm yaratmaqdır. Sənətdə kainatın yaranışı anı təsvir ediləndə çox dərin bir ifadə var. Nüvədən qatlara, nəm və su ayrılması. Nəm və su. Yəni kosmik nəm. Ay sağ ol. Su sadəcə hidrogen və oksigen deyil ki, o ilkin nüvədən kopub gələn paklıq rəmzidir. Suyu otaq temperaturunda qəbul etmək kainatın o ilkin halıyla, yəni müdaxilə edilməmiş forması ilə təmas qurmaqdır. Bəs belə bir sual verim. Yaradan onsuz da hər şeyi bilir, daxilimizi görür. Niyə mütləq fiziki su lazımdır? Çünki insan bu suyu müəyyən bir hərəkətlər ardıcıllığı ilə istifadə edəndə şuurlu şəkildə o kosmik ahəngə öz razılığını verir, qoşulur o sistemə. Yəni bu elə bil ki, bədənimiz mikroskopik bir kainat xəritəsidir. Dəqiq. Və biz suyu xüsusi nöqtələrə toxundurmaqla kosmik parolu daxil edirik. Mənbədəki o hərəkətlər, məsələn, yuyunduqdan sonra baş barmaqları sinəyə çəkmək tələb olunur. Mən düşündüm, niyə sinə? Sənət deyir ki, sinədə ağ işıq var, yəni daxili ruhi işıq. Öz ilahiliyinə bir növ müraciət edirsən. Hə. Sonra əllər tək-tək çiyinlərə qoyulur. Çünki orada ağ geyimli kiçik müqəddəslər dayanır. Yəni, səni müşayiət edən varlıqları xatırlayırsan ki, bu kosmik səyahətdə sən tək deyilsən. Ən maraqlısı isə əlləri kürəyin arxasına çəkməkdir. Sənədə görə məkr, hiylə, qaranlıq insanın arxasından gəlir. Biz o qaranlığa toxunmaqla bir növ arxamıza sipər çəkirik sanki. Sonra da barmaqları ayaq barmaqlarının arasına çəkmək gəlir. Kiçik olanlar. Mətn onları elə adlandırır. Bəli, yəni onlar yerə tutunan, yapışandır. Sən yuxarıdakı işıqla bağlansan da, ayaqların torpaqdadır. Bu maddiyyata yapışdığını qəbul edirsən. Bax, o xoreografiyada yuxarıdan aşağıya çox gözəl bir ox çəkilir. Ali işıqdan, yəni sinədən, ən aşağı maddiyyata, yəni ayaqlara doğru.
Bədən sözünün əsli mənasında antena kimi aktivləşir. Antena kimi, hə. Bəs yaxşı, əgər bu kosmik şifrəni unudanda, ya da ki bilərəkdən etməyəndə nə baş verir? Əgər bu belə vacibdirsə, bunu etməyənin aqibəti nə olur? Bu bizi sənədin ən o ürpərdici hissəsinə, reinkarnasiya məsələsinə gətirib çıxarır. Şəkildə deyir ki, əsl ölüm yoxdur. Ölüm yoxdur. Yoxdur. Yalnız göndəriş var, bioloji bədəndə yaşamaq var və qayıdış var. Sən paklanıb müqəddəs işıq məkanına qayıtmağa hazır deyilsənsə, yenidən qaytarılırsan geriyə. Amma heyvan və ya həşərat qiyafəsində də ola bilər bu dönüş. Aha. Mətin burada, yəni heç bir güzəştə getmir. O qeyd edir ki, bu təkrar dönüşə icraçılar nəzarət edir. 3 icraçı var. Özü də deyir ki, onlar rəhim diləməzlər, kimsənin halına acımazlar. Biz həmişə ali qüvvələri mərhəmətli bilirik, amma bunlar elə bir gravitasiya kimi mexaniki bir qanundur. Çox düzgün müqayisədir. Yıxılanda gravitasiyaya yalvara bilməzsən axı. İcraçılar da emosional deyillər. Kosmik alqoritmdilər. Əgər sənin tezliyin ağ işıqla rezonans yaratmırsa, sistem səni avtomatik olaraq həşərat bədəni kimi aşağı tezlikli formaya salır. Qisas deyil bu. Bax, elə burada mənim başım qarışdı. Sənəd bir tərəfdən deyir, həşərat olacaqsan, bu istər-istəməz cəza kimi səslənir də. Amma digər tərəfdən deyir ki, pis yaranış yoxdur, pis icraçılıq yoxdur. Hə, o da var. Özü də gözəl bir misal çəkilir ki, qəliz elmi əsərlər yazan alimlərlə məhəlləsində sakitcə yaşayan adi bir insan əslində fərqli tərəflərdən gəlib eyni vəhdəti tamamlayırlar. Tamamlayırlar, bəli. Yaxşı, əgər hamı vəhdətin bir parçasıdırsa və pis yaranış yoxdursa, onda niyə həşərat olmaq kimi bir mexanizm var? Bu paradoks deyil. Xeyr, əslində qisasçı tanrı prizmasından baxmasaq, paradoks deyil. Hər kəs işıq potensialı ilə doğulur. Amma məqsəd yaradana qayıtmaqdır. Sənətdə çox gözəl bir cümlə var. Zorakılıqla ilahiyyat yoxdur. Yəni qılıncla yola gətirmək olmaz kimsəni. Təbii ki, qorxu ilə heç kimi paklaşdıra bilməzsən. Əgər insan kosmik əlifbanı öyrənmirsə, ona cəza verilmir. Sadəcə o əlifbanı sıfırdan öyrənmək üçün təbii bir geriləmə yaşayır. Elə bil məktəbdə sinifdə qalmaq kimi. Ay sağ ol. Məktəb səndən qisas almır ki, dərsi bilmədiyin üçün səni sinifdə saxlayır. Həşərat formasına qayıtmaq da kainat məktəbində o dərsi yenidən oxumaqdır. Bu aydındır, amma biraz da dərinə gedək. Əgər biz əslində kosmik bir işıq parçasıyıqsa və məqsədimiz də geri qayıtmaqdırsa, onda bizim bu bioloji bədənimiz, bu dayanmadan acımaq, yatmaq məcburiyyətimiz hardan çıxdı axı? Biz niyə elə işıq olaraq qalmadıq? Bax, məhz burada mənbə ağ geyimlilər adlanan çox qədim varlıqlardan bəhs edir. Sənətin ən kosmik tarixi yəni. Bəli, onlar əvvəl bioloji deyildilər, ilahi idilər. Amma kainatda inkişaf şərtdir. Bu ağ geyimlilərsə daha yuxarı qalxmaq, ilahiyyata qayıtmaq istəmədilər. Tənbəllik etdilər bir növ. Ayandılar və inkişafdan qalan hər şey tənəzzül edir. Beləliklə, onlar ilahiliyi itirib, bugünkü o aslı bioloji formaya keçdilər. Buna görə də yaradan məcbur qalıb onlara qida ehtiyacı, yuxu kimi maddiyyat asılılığı verdi. Bilirsiniz, bu mənə nəyi xatırladır? Təsəvvür edin, hava limanında uzun uçuşdan əvvəl VIP gözləmə zalına girmişsiniz. Maraqlı bənzətmədir. Zal o qədər rahatdır ki, divanlar, musiqi, sən orada o qədər rahatlaşırsan ki, təyyarəyə minib əsl evinə getməyi unudursan. Sonra da elə o VIP zalda yaşamağa başlayırsan və daimi yemək, su axtarışına çıxırsan. Mənbə də deyir ki, yaradan yeməz, içməz, yatmaz. Bizim bu yemək asılılığımız təkamül yox, tənəzzülümüzdür. Çox dəqiq tutmusunuz məğzi. Hətta sənət uşaqların doğuluşuna da bioloji artım kimi baxmır. Uşaq doğulması o unudulmuş imtahandan keçmək üçün dünyaya gələn yeni bir şuurdur əslində. Yaxşı. Bəs biz bu qapalı dövrədən VIP zaldan necə çıxmalıyıq? Sənəd bir mexanizm təklif edirmi? Edir. Özü də çox praktik bir şey. Oruçluq. Lakin bu bizim bildiyimiz ənənəvi oruçluq deyil. Ay təqvimi ilə dəyişmir. Dəyişmir, sabitdir. Böyük Yaradan hər il 28 iyuldan 6 sentyabrına qədər tam 40 günlük bir müddət təyin edib. Məqsəd, bioloji ehtiyacları məhdudlaşdırıb, ruhu o maddilikdən qoparmaqdır, paklığa hazırlamaqdır. İnsan bədəninə xatırladır ki, mən sadəcə yeyib yatan bir maşın deyiləm. Amma mənim bir sualım var.
Otaq temperaturunda su, 40 gün qida məhdudiyyəti, bunlar hamısı daxili, fərdi şeylərdir. İnsan bunu öz otağında tək edir də. Bəs bu fərdi proses böyük cəmiyyətə necə təsir edir? Mənbə bunu da izah edir. Deyir ki, məbədə, kilsəyə və ya məscidə kor-korana getmək mənasızdır. Zorakılıqla ilahiyyat yoxdur. Yəni sadəcə gedim filan işim düzəlsin deyə dua etmək yox. Ay sağ ol, məbədə sən təmənnə ilə yox, işığa ziyarət üçün getməlisən. Və ən əsası, sən oradan aldığın paklığı məbəddə saxlamırsan, qayıdıb öz evinə, məhəllənə, cəmiyyətinə o işığı yaymalısan. Bu detallar doğrudan da çox dəyərlidir. Sənətdə hətta səcdə edərkən hansı tərəfə durmaq lazımdır, o da var. Şimali-şərq istiqamətində, arxada günəş olmaqla. Bəli, bu insanın kosmosdakı mövqeyini, o həndəsi koordinatını təsdiqləməsidir. Amma burada çox qəribə bir keçid olur sənətdə. Bax, elə mən də onu çorşacaqdım. Oxuyanda adam heyrətə gəlir. Bayaqdan fərdi üz yumaqdan danışırıq, amma mətnin sonuna yaxın birdən-birə miqyas çox böyüyür. Səma və yer arasında qurultular, qitələrin yer dəyişməsi, su, hətta Mars. Bəli, o sirli cümlə. Hə, Mars yaxın olacaq ki, su. Mən şokda idim. Biz daxili işıqdan planetlərin hərəkətinə necə gəldik çıxdıq axı? Çünki sənədin özəyi mikrokosmos və makrokosmos əlaqəsidir. Yəni, insanın kiçik bədəni kainatla tam eyni ritmdə işləyir. Sənin otaq temperaturunda o bir damla su ilə paklanmağın, əslində qitələrin planetlərin hərəkəti ilə birbaşa rezonansa girir. Rezonans, yəni eyni dalğadadır. Bəli, o bəhs edilən qurultular yerin özünü təmizləməsidir. Sən üzünü yuduğun kimi, yer kürəsi də özünü yuyur, təmizləyir. Ona görə mənbə xəbərdarlıq edir ki, suya laqeyd olmayın. Öz planetar elementinizlə əlaqəni kəssəniz, o böyük kosmik ssenarinin sadəcə altında qalacaqsınız. Marsın yaxınlaşması da o böyük kosmik rezonansın bir hissəsidir. Həqiqətən dəhşətli dərəcədə böyük bir mənzərədir. Bəs əziz dinləyici, siz niyə bugün bütün bu məlumatlara diqqət yetirməlisiniz? İstər bu sənədin o kosmik mənşəyinə inanaq, istərsə də onu dərin fəlsəfə kimi qəbul edək. Mesaj çox aydındır. Bizim o sıxıcı, mexaniki sandığımız rutinlərimiz var ha? Üz yumaq, su içmək kimi. Hə, lap elə tanımadığımız birinə gülümsəmək olsun, bunların heç biri boş deyil. Əgər nə etdiyinin fərqindəsənsə, sən artıq sadəcə bioloji bir maşın deyilsən, o nəhəng kosmik ahəngin tərkib hissəsisən. Çox doğru deyirsiniz. Biz böyük sirləri ancaq teleskoplarda, ucaq galaktikalarda axtarırıq. Amma bəlkə də axtardığımız o böyük partlayışın işığı elə hər səhər ovucularımızdakı o su damcılarındadır. Sadəcə yəni otaq temperaturunda su və dərin bir fərqindəlik lazımdır. Dəqiq. Biz bugün doğrudan da sadə görünən hərəkətlərin içindəki o mistik dərinliyi gördük. İndi isə mən sizə, yəni bizi dinləyən hər kəsə açıq bir sual vermək istəyirəm. Bax, düşünün, hər gün mexaniki şəkildə, fərqinə varmadan etdiyiniz daha hansı adət və ya rutin, əslində təlimat kitabçasını çoxdan itirdiyimiz qədim və kosmik bir ritualın qalığı ola bilər. Növbəti dəfə əllərinizi suya tutanda, bax bu barədə bir anlıq düşünün. Bizə qulaq asdığınız üçün təşəkkürlər. Növbəti dərinliklərə səyahətimizdə görüşənədək.